Mən əslində bu həftə gəlmək istəmirəm. Keçən seansdan sonra özümü heç yaxşı hiss eləmədim. Ona görə də biraz fasilə vermək istəyirəm. Bu pasientlərin dilindən eşidəcəyimiz ən normal şeylərdən biridir. Yəni hər pasiyent seansa davamlı, aralıqsız, ciddi bir şəkildə davamiyyət göstərərək gələcək deyə bir şey yoxdur. Və hər pasiyent üçün seans hər zaman rahatlaşdıracaq, yaxşı hiss elətdirəcək, xoşbəxt hiss elətdirəcək deyə bir şey də yoxdur. Çünki seanslara gələndə bəzən pasientlər düşünür ki, bir seansa, bir terapiyaya gedim və ya da psixoloqa gedim, o məni problemlərimi həll eləsin, hər şey yaxşı olsun, özümü ilk seansdan çox yaxşı hiss eləyim. Bəzən də sanılanın tam əksi ola bilir. Seanslar hər zaman arzuladığımız və gözlədiyimiz rahatlamanı, huzuru, xoşbəxtliyi verməyə bilir. Bu əslində mənfi bir durum deyil, tam tərsi. Seansın gedişatının sağlıqlı irəliləməsi ilə bağlı bir şeydir. Əgər davamlı seanslardan yaxşı hiss edərək çıxdığınızı görsəz və belə çıxsaz, bu bir nöqtədən sonra sizin üçün istədiyiniz və gözlədiyiniz bir yaxşılıq olmayacaq. Və bir nöqtədən sonra təkrardan əvvəlki kimi hiss etməniz qaçınılmazdır. Bizim əslində istədiyimiz bir şey seansların sağlıqlı irəliləməsi üçün pasiyentin üzləşdiyi, gözləmədiyi durumların qarşısında özünü kənardan görə bilməsi, vermək istədiyi reaksiyaları verə bilməsi və bunu bütün reallığı ilə qəbul eləyərək o seansları davam eləməsidir.